Salam, sabahınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində keçəllərdə bax bu cür deyim, yəni şəhərin mərkəzi olmaq haqqında bu cür məlumat verdim. Keçələrin küçəsində, döngəsində bax gördüyünüz kimi deməli həyət evi satılır, 4 sotdur. Hal-hazırda siz bağçasını görürsünüz. Mən sizə Gəncə qalasının divarını göstərirəm. Yenə təkrar edirəm, şəhərin mərkəzidir. 5 nömrəli orta məktəb çox yaxınlıqda yerləşir. Ən yaxın orta məktəb 5 nömrəlidir. Nizami prospektindən bildiyiniz kimi yaxın bir ərazidir. Bu həyət evinə sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Qiymətin 67 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Qarşıda siz deməli hamamını görürsünüz, baseynisi var. İndi bax bu qarşıda isə deməli 3 otaqdır. 3 otaq plus 1 otaqdır. Bir otaq savremenli tikilişdir, ancaq 3 otaqlar köhnə tikilişdir. İndi mən həmin evə keçirəm. Dediyim kimi bax bura belə bir mini zaldır. Arxada isə 3 otaqdır. Bax belə bir həyət evinin qiyməti 67 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax otaqların ölçüsü üçün 3,5-adır. Necə görürsünüz bu cürdə var. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Burası 3-ün 4-dədir. Bax yenidən necə görürsünüz bu cürdə var. Keçəllərin kimi tanıdığımız bir ərazidə, bax həmin küçədə, yəni Vaqif küçəsində döngəsində yerləşir. Burası isə deməli ən böyük otaqdır, 4-ün 5-ədir. Bax belə bir həyət evinin qiyməti 67 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə mən sizə mətbəxini göstərirəm. Yəni bax bu həyət evinin harada yerləşmə haqqında mən ümumi məlumat verdim. Çünki şəhərin mərkəzi olduğuna görə, keçəlləri hamımız tanıdığımıza görə bax başqa yəni məlumatlar vermirəm. Burası isə mətbəxidir. Necə görürsünüz bu cürdə var. Ümumi sahəsi 4 sotdur. Yenidən mən sizə bax bu koridorunu göstərirəm. Qarşıda isə yenidən bir otaqdır. Bax belə bir həyət evinin qiyməti 67 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax belə. Sizlərə uğurlar.